Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Mənzurə Musayeva illər əvvəl yaşadığı uğursuz ailə həyatından danışıb. Demokrat.az xəbər verir ki, sənətçi onun ailəsini qaynanasının dağıtdığını etiraf edib. Mənzurə bildirib ki, övladı olmadığı üçün qaynanası onun oğlundan boşanmağını istəyib. Pis ana deyildi, amma mənə dedi ki, övladınız olmursa ayrılmalısınız. Hətta mən onunla evli ola-ola ona qız tapmışdılar, evləndirirdilər. Elə bilirdilər ki, övladı olacaq, lakin övladı olmadı. Problem özündə imiş.